Sizdən xahiş edirik ki, xəbərə keçmədən öncə videonu bəyənin və rəy bölməsində fikirlərinizi bildirin. Dünyada və ölkədə baş vermiş ən son xəbərləri bizdən izləyin. Bunun üçün kanala abunə olmağı və bildiriş simvolunu açmağı unutmayın. İndidən təşəkkürlər. Salam dəyərli izləyicilər. Bugün yenə gündəmi silkələyən xəbərlərlə qarşınızdayıq. Təbibdə baş verən şok hadisə, yeni klinikada bölmə müdiri məcburi şəkildə işdən uzaqlaşdırıldı, məsuliyyət kimdədir? Vüqar Qurbanovun adı ətrafında qalmaqal böyüyür, onu hansı cəza gözləyir? Digər tərəfdən Netanyahu geniş miqyaslı hücumlar üçün əmr verdi, bölgədə gərginlik artır. Və daha bir dəhşətli xəbər, Əli Laricaninin müəmmalı ölümü ilə bağlı şok detallar ortaya çıxır. Ətraflı məlumat üçün videonu sona qədər izləməyi unutmayın. Təbibin tabeliyində fəaliyyət göstərən yeni klinikanın sabiq əməkdaşı, Maliyyə şöbəsinin büdcə planlaması bölməsinin müdiri olmuş Eyyubov Mustafa müəssisədən qanunsuz şəkildə işdən azad edildiyini bildirib. Nocoment az xəbər verir ki, bununla bağlı Mustafa Eyyubov Müşahidə Şurasına və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinə rəsmi müraciət edib. O müraciətinə cavab verən qurumların və Təbibin İnsan Resursları Departamentinin rəhbərliyini normativ tələbləri pozmaqda ittiham edir. Müraciətdə qeyd olunur ki, Mustafa Eyyubov 11 sentyabr 2025-ci ildə rəhbərlik tərəfindən Təbibin icraçı direktoru Vüqar Qurbanovun tapşırığı əsasında işdən azad ediləcəyi barədə məlumatlandırılıb. Onun sözlərinə görə, o məcburi şəkildə ərizə yazdırılaraq vəzifədən uzaqlaşdırılıb. Lakin eyni göstərişin verildiyi Maliyyə şöbəsinin müdiri Orxan Bahadurzadə işinə davam edib. Keçmiş şöbə müdiri bildirir ki, məsələni öyrənmək üçün Təbibin icraçı direktoru Vüqar Qurbanovla dəfələrlə görüşmək istəsə də, qəbul prosesi müxtəlif bəhanələrlə gecikdirilib. Onun iddiasına görə Təbibin vətəndaş qəbulu şöbəsinin rəhbərliyi şəhid və qazi ailələri adından sui-istifadə edərək görüşün qarşısını alıb. Yalnız Müşahidə Şurasının sədri Zaur Əliyevin tapşırığından sonra Qurbanov onu qəbul edib. Lakin görüş zamanı Qurbanov iddiaya zidd olaraq işdən azad edilməsi barədə heç bir tapşırıq vermədiyini bildirib və məsuliyyəti əvvəlki rəhbər işçi Barat Yusubovun üzərinə qoyub. Mustafa Eyyubov Təbibin İnsan Resursları Departamentinin müdiri Emin Xasiyevin də davranışından narazılıq edir. O iddia edir ki, Emin Xasiyev rəsmi qaydalara uyğun deyil, şəxsi mövqeyinə əsaslanan cavablar verərək məsələnin araşdırılmasına mane olub. Şikayətçi əlavə edir ki, Müşahidə Şurası sədrinə və üzvü Nigar Bayramovaya ünvanladığı müraciətə cavab olaraq İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin əməkdaşları məktubun agentliyin səlahiyyətində olmadığı cavabını göndəriblər. O isə bu yanaşmanın Azərbaycan Respublikası Prezidentinin 1 may 2023-cü il tarixli 2130 nömrəli fərmanı ilə təsdiqlənmiş təbib nizamnaməsinə zidd olduğunu deyir. Eyyubov hesab edir ki, məsələ birbaşa Təbibin Müşahidə Şurasının səlahiyyətinə daxildir. O, həm yeni klinikaya, həm də Səhiyyə İşçiləri Həmkarlar İttifaqına ünvanladığı müraciətlərə yalnız şablon və formal cavablar aldığını, Həmkarlar İttifaqının sədri Elnara Muradovanın isə səlahiyyət xaricindədir cavabı verdiyini bildirir. Keçmiş şöbə müdiri məsələ ilə bağlı aidiyyəti qurumlardan müdaxilə, işdən azad edilməsinin səbəblərinin araşdırılması, hüquqlarının bərpası və əmək haqqının ödənilməsi istiqamətində tədbir görülməsini tələb edir. Təbibdə baş verən son kadr dəyişiklikləri, Vüqar Qurbanovun gedişi və Anar Bayramovun rəhbər təyin olunması, Azərbaycan idarəçilik sistemindəki bir acı həqiqəti yenidən gündəmə gətirdi. İllərdir mediada və sosial şəbəkələrdə qurumun fəaliyyəti, sistemdəki boşluqlar və qanunsuzluqlar barədə həyəcan təbili çalınsa da heç bir tədbir görülmürdü. Lakin rəhbər dəyişən kimi sanki bir günün içində bütün kadrların yararsız olduğu məlum olur. Bu barədə Nocoment az açıqlamasında siyasi şərhçi, Ağ Partiya sözçüsü Cavanşir Abbaslı deyib. O qeyd edib ki, biz hazırda çox təəssüf doğuran bir mənzərənin şahidiyik. Zamanında Vüqar Qurbanov tərəfindən təyin edilən kadrların sürətli şəkildə işdən uzaqlaşdırılması onu göstərir ki, yeni rəhbər öz komandasını formalaşdırmaq üçün köhnələri uzaqlaşdırır. Amma burada bir acı reallıq ortaya çıxır. Bu insanlar dünənə qədər vəzifələrini layiqincə yerinə yetirirdilərsə, niyə bir gündə yararsız oldular? Yox, əgər bu illər ərzində qanunsuzluqlara yol verirdilərsə, rəsmi sorğulara cavab verməyib medianı saymırdılarsa, niyə o vaxt tədbir görülmürdü? Cavanşir Abbaslı'nın sözlərinə görə Vüqar Qurbanovun kadrlarının kütləvi şəkildə uzaqlaşdırılması köhnə ssenariləri xatırladır. Sanki Eldar Mahmudov hadisəsini yenidən yaşayırıq.
2015-ci ildə onun ətrafındakı bir çox şəxs həbs olundu. Amma sanki bütün cinayət əməllərindən rəhbərin xəbəri yox idi. Eyni halı Hacıbalı Abutalıbovun dövründə Bakı şəhər icra hakimiyyətində də gördük, aparat rəhbəri həbs edildi. Bütün qanunsuzluqlar onun üzərinə yükləndi, rəhbər isə kənarda qaldı. İllərlə davam edən sistemli özbaşınalıqlardan rəhbərin xəbərsiz olması mümkün deyil. El arasında deyildiyi kimi, bu bişmiş toyuğun belə güləcəyi bir bəhanədir. Ekspert hesab edir ki, təbibdəki bu kadr süpürgəsi sadəcə gözdən pərdə asmaq cəhdi ola bilər. Böyük ehtimalla bəzi şəxslər barəsində cinayət işləri qaldırılacaq. Bəlkə də kimlərisə həbs edəcəklər ki, biz xəbərsiz olmuşuq görüntüsü yaransın. Amma maraqlıdır ki, Vüqar Qurbanovun kadrları uzaqlaşdırılsa da, onun özü ilə bağlı saytlarda tirajlanan minlərlə ittiham dolu məlumatın üzərindən sükutla keçildi. Bu, məsuliyyətdən sığortalanma mexanizminin bir parçasıdır. Təbibə yeni nəfəsin gələcəyinə şübhə ilə yanaşan Cə Abbaslı əlavə edib. Bu proses davam edəcək, kadrlar bir-birini əvəzləyəcək, amma sistemin dəyişəcəyinə inanmıram. İsrailin baş naziri Benyamin Netanyahu orduya Livanda Hizbullah hərəkatının mövqelərinə güclü zərbələr endirməyi tapşırıb. Oxu.az xəbər verir ki, bu barədə İsrail baş nazirinin ofisi məlumat yayıb. Qeyd olunur ki, İsrail müdafiə qüvvələrinə Hizbullah hədəflərinə qarşı geniş miqyaslı hücumlar həyata keçirməyə əmri verilib. Qardaşımın başı, bədəni yox idi və yalnız bir əli qalmışdı. Azad İran Telegram kanalının məlumatına görə, bunu İranın Ali Milli Təhlükəsizlik Şurasının keçmiş katibi, Fundamental Elmlər İnstitutunun rəhbəri olmuş Əli Laricaninin qardaşı Məhəmməd Cavad Laricani deyib. O, Əli Laricaninin öldürülməsinə dair dəhşətli detalları açıqlayarkən bildirib ki, qardaşının meyiti şiddətli hava hücumu nəticəsində tam parçalanıb. Xatırladaq ki, Əli Laricani martın 17-si səhər saatlarında ABŞ və İsrailin İran ərazisinə endirdiyi hava zərbələri fonunda baş verən hücum zamanı həlak olub. Fevralın 28-də İsrailin Müdafiə naziri İsrail Katz, İsrail Müdafiə qüvvələrinin İrana qabaqlayıcı zərbə endirdiyini açıqlayıb. Daha sonra ABŞ prezidenti Donald Trump ölkəsinin də İrana qarşı hərbi əməliyyatda iştirak etdiyini bildirib. İran isə öz növbəsində İsrailə onlarla balistik raket atıb. İsrail Müdafiə qüvvələri atışları təsdiqləyib, ölkə daxilində sirenlər səslənib və hava hücumundan müdafiə sistemləri işə salınıb. Martın 1-də İranın ali lideri Əli Xameneyinin hücumlar zamanı öldürüldüyü bəyan olunub. İran, ABŞ-ın hərbi bazalarının yerləşdiyi qonşu ölkələrin əksəriyyətinə raket zərbələri endirib. Buna görə də həmin ölkələrdə hava məkanı müvəqqəti bağlanıb. Həmçinin Hörmüz boğazından gəmilərin keçidində ciddi problemlər yaranıb. Aprelin 8-də Donald Trump Tehrana verdiyi ultimatumun vaxtının bitməsinə bir neçə saat qalmış, Vaşinqtonun 2 həftəlik atəşkəslə razılaşdığını elan edib. Daha sonra İslamabadda tərəflərin ilk görüşü keçirilib. Aprelin 22-sinə planlaşdırılmış ikinci görüş isə baş tutmayıb.